Dostlar, günün hansı saatında bizi izləyirsinizsə, hər vaxtınız xeyir olsun. Hər şey şunasa xoş gəldiniz. Dostlar, bu gün çox fərqli əhvaldayam. Poetik əhvaldayam, fəlsəfəyə münbit əhvaldayam. Hətta bir podkast aparıcısı kimi podkastın idarəsini, komanda yoldaşlarımla çəkiliş zamanı rabitəni, sualların ardıcıllığını, zaman və məkan anlayışını beynimdə dondurub tamamilə həmsöhbətimə fokuslanmaq istəyirəm. Yəni dialoqumuzun əhvalı bizi hara aparırsa, o anda qalmağı seçirəm. Çünki qonağım bir filosofdur, bir novatordur, bir bayraqdardır, şairdir, bəstəkardır. Necə deyərlər, onun bu kimlikləri var, amma mənim pəncərəmdən görünən kimliyi, görünməyi seçməyən qəhrəmandır. Qonağım çox dəyərli Rasim Müzəffərlidir. Rasim müəllim, ətrafda coşqulu alqışlar təsəvvür eləyin, çünki bu dəqiqə kamera arxasında və mənim daxilimdəki enerji bu yöndədir. Xoş gəlmisiniz, necəsiz? Xoş gününüzə gəlmişəm. Sizin də hər vaxtınız xeyir olsun. Ümumiyyətlə hər vaxtın xeyir. Siz hər dəfə bu verilişlərinizdə bu kəlamla başlayırsınız. Bu çox yaxşı ifadədir. Bəli. Hər vaxtınız xeyir olsun. Bizə baxanların da hər vaxtı xeyir olsun, sizin də. Rasim müəllim, ilk sualımı belə başlamaq istəyirəm. Çünki bir gənc kimi də məni bu maraqlandırdı ki, demək, bütün kimliklər var sizdə. Məsələn, bir novator kimliyi, Azərbaycandakı ilk repi bəstələyən, innovativ ozan qrupu, cəngi birliyi, Azərbaycanın ilk bankı Renesans, Azərbaycanın ilk banklardan biri, Azərbaycanın ilk özəl şirkətlərindən biri Azərservis. Dövründə məhdudiyyətləri olan, inkişafın bu qədər əlçatan olmadığı bir vaxtda görünməyəni görə bilmək, bunun formulu nədir? O vaxtki gənc üçün. O vaxtki gənc deyəndə ki, mən heç indi də özümü qoca hesab eləmirəm. Biz də heç hesab eləmirik, Rasim müəllim. Sualınız elə bir sualdır ki, onunla əlaqədar yəqin ki, əməlli başlı bir elmi bir iş yazmaq olar. Həyat insanın düşündüyü kimi davam eləmir. İnsanın düşündüyü kimi baş vermir. Ona görə də insan bəlli bir yaşa çatanda, özümə gənc deməyimə baxmayın, başa düşürəm. Bəlli bir yaşa çatanda artıq çərxi fərəhlə mübarizə aparmır. Artıq həyatın gedişatı ilə mübarizə aparsın, nəyəsə başlasın, çox böyük müqavimət göstərməyə artıq onları eləmir. Çünki başa düşür ki, insan ki, heç də hər şey onun istəyindən, onun hərəkətindən, onun hansısa bir mövqeyindən asılı deyil həyatda. Təbii ki, bu heç də bədbinliyə əsas verməməlidir ki, onda elə oturaq, gözləyək ki, nə nətər olursa o cürdə olsun. Yox, təbii ki. Mənim rəhmətlik babamın bununla əlaqədar bir uşaq vaxtı eşitdiyim bir sözü vardı. Amma onu sonralar başa düşmüşəm, onun əsl mənasını. Atamın hansısa bir problemi olanda, qanı qarı olanda ona deyərdi ki, atama da oğlan deyirdi. Deyərdi ki, oğlan, ipin bir ucunu boş bıraq. İpin bir ucunu boş bıraq. Yəni ki, iki tərəfli möhkəm yapışma da. Bir ucunu boş bıraq ki, qoy onu külək, hava, nə bilim, axar, hansı tərəfə aparırsa, qoy o bir tərəfi heç olmasa səndən asılı olmayan tərəf kimi qoy hərəkət eləsin.
Ona görə də adam gərək hansısa bir yolu gedəndə əgər görür ki, yox, burada divar var. Baş bir dəfə dəydi divara, iki dəfə dəydi divara, dırmaşmaq istədi, keçə bilmədi və s. Deməli bu sənlik deyil bu yol. Deməli sənin yolun deyil bu yol. Amma o yolla ki gedirsən, əgər görürsən ki, rahat gedirsən, hətta külək də sənə kömək edir, arxadan əsir ki, səni biraz da sürətləndirir. Əgər görürsən ki, büdrüyürsən, amma tam yıxılıb yerdə sərilib qalmırsan, əgər görürsən ki, o yolla gedəndə sənə kömək eləyənlər də əmələ gəlir yan görəndə, deməli bax onda o yol sənin yolundur. Əsas məsələ bax o yolu tapmaqdır. O yolda bir var, bir dənə belə bir baş yol, bir də var onun kənarında olan bəzən cığırlar, sən istər-istəməz, insan bilmir axı ki, əsas yolun hansıdır. İstər-istəməz bir də görürsən ki, həmən yoldan çıxırsan biraz kənara, orada başına iş gəlir, təzələnə bir də görürsən, qayıtmış olursan yenə əsas yoluna. Ona görə də məni yəqin ki, bu yolu həm düzgün seçmək sarıdan bəxtim gətirib yəqin ki mənim. Ki ipin bir tərəfini, bir ucunu boş buraxmaqla talih özü istəmişəm ki, məni özü hara aparırsa qoy ora gedim. O istiqamətə gedim. Yəqin ki, ona görə çox istiqamətlərə getmişəm. Çünki gah talih bir tərəf aparır, gah başqa tərəf aparır və s. Odur ki, çalışmaq lazımdır ki, adam gərək çalışsın ki, öz yolunu tapsın. Bəs ipin ucunu boş buraxa bilmək idraki neçə yaşda gəlir? Yəqin ki, bu hər adamda müxtəlif ola bilər. Adam var ki, nəyisə 15 yaşında başa düşür. Adam var ki, 55 yaşındadır ki, həmən şeyi başa düşə bilmir. Ona görə də bu fərdi bir məsələdir. Amma baxır hansı məsələdə o ipin ucunu boş buraxmaq. Çünki elə məsələlər var ki, orada gərək bəlkə də heç iki ucunu da möhkəm tutasan. Hər halda bir müddət. Elə məsələlər də var ki, bəlkə də elə ikisini də buraxmalısan ki, bu önəmli deyil, qoy necə olur olsun. Amma mənim öz təcrübəmə gələndə, mənim həyatımda və yəqin ki, ümumiyyətcə bütün insanlar həyatını bir neçə mərhələyə bölə bilərlər. Və mənim də həyatımda, məsələn, bu mərhələlər tam ki 90-cı ilə qədər tamamilə başqa bir Rasim idim. Elə soyadım da İmanov olmaqla. Amma yanvar hadisələrindən sonra həm peşəmdə, fəaliyyətimdə, ailə həyatımda və s. tamamilə köklü dəyişikliklər baş verdi və başqa bir mərhələ başladı. Eləcə də 2002-ci ildə bir avtomobil qəzasından sonra, ondan sonra da mənim həyatımda tamamilə başqa bir mərhələ başlayıb, mən belə deyərdim. Bax, yəqin ki, mən o 2002-ci ildə 44 yaşımda o ip məsələsini daha yaxşı anlamağa başlamışam. Boş buraxdınız yoxsa tutdunuz? Bəzi məqamlarda bir ucunu babam demişkən boş buraxdım. Bəzi məqamlarda hətta iki tərəfli boş buraxdım. Bəzi məqamlarda isə hər iki tərəfindən tutdum. Amma çətinə düşəndə, görəndə ki, yox, bu yol sənin yolun deyil, bu problem sənin problemin deyil, Allah Taala'nın problemidir, ya cəmiyyətin problemidir. Yəni sənin altına girəcəyin bir məsələ deyil. Onda əlbəttə ki, bir ucunu boş buraxmaq lazımdır. Onda belə çıxır ki, görünməyəni görə bilməyin yolu həyatla boğuşmamaqdan keçir. Həyatla ümumiyyətcə boğuşmaq lazım deyil.
Həyatı sevmək lazımdır, həyatla qucaqlaşmaq lazımdır. Həyatla boğuşmaq niyə lazımdır ki? Həyatdakı bəzi məqamlarla boğuşmaq lazımdır, amma Onları bütövlükdə nəzərdə həyatla tuturam. yox. Onları nəzərdə tuturam. Hə. Ə, amma təbii ki, biz boğuşmasaq da həyat bizlə boğuşur. Hə. Nə bilim, valla bu məsələlər bilirsiniz çox fərdi və hətta biraz intim məsələlərdir. İnsanlar mən istəməzdim ki, hansısa bir reseptlər verən, fətva verən rolunda çıxış eləyim. Çünki çox fərdidir. Amma bizə aynı ola bilərsiniz. Həm situasiyadan asılıdır, həm xasiyyətdən asılıdır, həm ruhun çəkisindən asılıdır, hər şeydən asılıdır. Yox, hər şeydən asılıdır Rasim müəllim. O ayrı. Amma sizin pəncərənizdən görünənləri bizə danışmağınız bizə çox şeyin aynası ola bilər. İndiki gəncliyə, bizi izləyənlərə. Bəli, hər şey individualdır, amma bir Rasim Müzəffərlinin pəncərəsindən nə görünürsə, o gördükləriniz bizə aynı ola bilər. Yox, mən danışıram da, mən nə deyirəm ki? Rasim müəllim, 80-ci illərdə Azərbaycanın müstəqillik hərəkatında iştirak edən aktivlərdən olmusunuz. Demək, Rahib müəllim bizə qonaq gələndə belə bir film dedi. Rejissoru Fuad Əlişov olub. Sonuncu İclas filmi Azərbaycan Cümhuriyyətinin son günlərində, sonuncu iclasda, o bir gün baş verən sonuncu iclasda nələr baş verib, qapalı qapı arxasında film ondan bəhs eləyir və sizin cəngi birliyi ilə etdiyiniz iclaslar, hətta KQB-nin oradakı məhdudiyyətləri, mühasirəyə alınmalar, orada baş verənlər mənə maraqlıdır ki, bir ölkənin, bir dövlətin, bir xalqın taleyini həll edən iclaslarda o gənclər orada nə yaşayırdı? O qapalı qapıların arxasında nələr baş verirdi? İnsanlar nələr yaşamalıdır ki, bu qədər uzağı görə bilsinlər? Ümumiyyətcə bilirsiniz, bu 80-ci illərin ələlxüsus ikinci yarısı bu hələm-hələm ələ düşən illər deyil. Yəni o illəri yaşamaq və özdə belə də enerjili gənclik dövründə yaşamaq bu nə qədər ağır, çətin olsa da eyni zamanda həm də çox ləzzətli bir məsələdir. Çünki 80-ci illərdə Azərbaycanda, Azərbaycan gəncliyində baş verənlər bunlar həm çox dərin bir ictimai proseslər idi, inqilabi proseslər idi, o cümlədən şuurda inqilab idi. Çünki məsələn 80-ci illərin həmən dövrünəcən tutalım ki 86-87-ci illərə qədərki dövrdə ondan 2 il əvvəl Azərbaycanın bəlkə də əhalisinin 99%-nin ağlına gəlməzdi ki, SSR adında bir dövlət dağıla bilər. Bu imperiyanı çökdürmək mümkün ola bilər, heç demə. Odur ki, birdən-birə çox köklü dəyişikliklər baş verirdi. O cümlədən də təbii ki, bunun önündə gənclər gedirdi. Çünki həmişə o dəyişikliklərə köklənən gənclik olur daha çox. İnsan yaşlanandan sonra onun bəlli bir komfort bir məkanı olur. Çalışır onu saxlasın, o pozulmasın. Mənə dəyməyin, mən də sizə dəyməyim. Mövqeyi daha xarakterikdir yaşlı insanlar üçün. Amma gənclik təbii ki, həm çılğın olur, həm inqilabi olur, həm dəyişiklik istəyir. Biz də dəyişiklik istəyirdik. Bunu bir çox hallarda
gənclərimiz, mən daxil dərk eləmirdik ki, biz əslində nə edirik? Ki biz inqilab eləyirik, biz milli azadlıq hərəkatı eləyirik, biz nə bilim Azərbaycanda Sovet hakimiyyətinin Tarix yazırdınız. bazasını dağıtmaqla məşğuluq Bəli. və s. Yəni biz bunları əslində qalanda çox da dərindən dərk eləmirdik. Baxmayaraq ki, mən özüm siyasətlə məşğul idim. Yəni fəlsəfənin sosial-siyasi tərəfləri ilə məşğul idim. O vaxtlar onun adına elmi kommunizm də deyirdilər. Odur ki, indiki dillə sosiologiya, politologiya demək olar buna. Odur ki, hətta buna baxmayaraq ki, mən bu işlərlə bilavasitə elmi cəhətdən də məşğul idim, amma onu tam dərk eləmək üçün o proseslərdən keçmək lazım idi və sonra da uzaqlaşıb kənardan ona bir tarixi proses kimi kənardan baxmaq lazım idi ki, başa düşəsən ki, heç demə nələr baş verib həmən dövrdə. O ki qaldı o iclaslar, sonuncu iclaslar. Tarix yazılan iclaslar. Bəli, həmən iclaslar əlbəttə ki, mənim üçün də, mənim həyatımda da çox böyük iz buraxmış hadisələrdir. Cəngi Birliyi əslində qalanda əvvəlcə bir daha çox bədii öz fəaliyyətlə bağlı, asudə vaxtın təşkili ilə bağlı olan bir ictimai birlik idi. Cəngi Birliyinin tərkibində istər Ozan qrupu, istər breakdans birlik, breakdans qrupu, istər Davam Aşıqlar studiyası, istər video studiya, Cəngi kino konsert zalı, Ocaq tələbə klubu, şahmat klubu, Qara Vəzir idi özü adı. Qara Vəzir şahmat klubu və s. və s. Yəni müxtəlif bu cür dərnəklər, həvəskar birliklər, öz fəaliyyət kollektivləri, Arzu xalq çalğı alətləri ansamblı məşhur idi o vaxtları çox, Abbasqulu Nəcəfzadənin rəhbərliyi ilə. Sonra Sevinç qızlar rəqs ansamblı var idi, çox o da məşhur idi həmən dövrlərdə. Ozan qrupu var idi və s. Və bunlar hamısı birlikdə Cəngi Birliyini təşkil eləyirdi. Cəngi Birliyinin çox yaxşı maddi texniki bazası var idi, öz kino konsert zalı var idi, 320 səhv eləmirəmsə yerlik, hardasa bir 80 yerlik tələbə klubu var idi, diskotekalar filanlar keçirilən bir yer. Çox böyük bizim videotekamız var idi. Həmçinin biz həmən illərdə 86-87-ci illərdə Azərbaycanda ilk kabel televiziyasını qurmuşduq. Kabel televiziyası tələbə şəhərciyində, yəni bir yerdən video maqnitofonu qoyurduq. Orada hansısa film, konsert və s. və tələbələr də oturub onu öz istirahət güşələrində oturub ona baxa bilirdilər. Amma 87-ci ildən başlayaraq Cəngi Birliyi yavaş-yavaş siyasiləşməyə başladı. Yəni ümumi ölkədə baş verən hadisələr istər-istəməz Sənətə təsir elədi. bütün birliklərə, Bəli. bu kimi təşkilat, birlik bu bir gücdür də, Bəli, bu bir bəli. təşkilatdır, gücdür və o cümlədən də cəngiyə də bu başladı təsirləməyə. Cəngi adətən konsertlər özdə təkcə Azərbaycanlıların yox, hətta xaricdən olan hansısa bir artistlərin iştirakı ilə konsertlər təşkil eləyirdi, tamaşalar təşkil eləyirdi, amma bunları yavaş-yavaş başladı hansısa siyasi, ictimai-siyasi yığıncaqlar əvəz eləməyə. O cümlədən də Azərbaycanda Xalq Cəbhəsi ideyası Cəngi Birliyində də yaranmışdı. Bəlkə də bizdən başqa da kimlərsə bu haqda düşünürdülər, amma
ilk proqramın, onun ilk məramnaməsini və s. nizamnaməsinin yazılması məhz Cəngi Birliyində baş verirdi. Sonradan məşhurlaşmış bir sıra insanlar ki vardı həmən o xalq cəbhəsində. Onlar Cəngi Birliyinə gəlirdilər. Orada onun biz bütün metodoloji əsaslarını biz mən istəmirəm onların indi adını, bəziləri rəhmətə gediblər, bəziləri dırnaqarası rəhmətə gediblər. Və indi ardını deyəndə siz biləcəksiniz mən niyə onların adını çəkmək istəmirəm. Biz deməli bu həm məramnaməni, həm nizamnaməni hazırladıq. Meydan hadisələri baş verirdi həmən dövrdə. Meydanda bunu təbliğ eləyirdik. Amma Durbinadan fərqli olaraq biz bəlli bir meydanın tam ortasında. Meydanın bir kənarında üzü binaya tərəf dayananda, Azadlıq meydanında binaya tərəf dayananda sağ tərəfdə idi bizim əsas yığışdığımız yer. Və deyim sizə ki, bir çox ziyalılar da məhz o tərəfə gəlirdilər. Çünki biz orada bəlli bir konkret bir tədbirlər təklif eləyirdik, addımlar təklif eləyirdik. O cümlədən də xalq cəbhəsi ideyasını təbliğ eləyirdik orada və onun nizamnaməsini və proqramını, məramnaməsini onu orada yayırdıq. Amma sonra 87-ci ildə növbəti bir iclasımızda o iclasda məşhur bir iclasdır. Həmən iclasda böyük bizim ziyalımız Xudu Məmmədov rəhmətə getmişdi. Bax o iclas bir çoxlarımız üçün ilk növbədə Cəngi Birliyini nəzərdə tuturam. Bir çoxlarımız üçün və Cəngi Birliyinin də əsas üzvləri üçün o bir dəyişiklik nöqtəsi oldu sanki. Yəni biz orada o hərəkətdə iştirak edənlərin yumşaq desəm xislətini gördük. Biz onların baş verənlərə münasibətini gördük. Və ondan sonra Cəngi Birliyi və o meydanı idarə eləyənlər və sonradan xalq cəbhəsi olanlar və ondan sonra artıq bizim yollarımız tamamilə ayrıldı. Mən baxmayaraq ki, xalq cəbhəsinin təşəbbüs qrupunun üzvü olmuşam, amma xalq cəbhəsinin birinci konfransında, təsis konfransında iştirak eləməmişəm. Tək mən yox, mənim kimi xalq cəbhəsinin təşəbbüs qrupunun üzvləri olmuş Fərhad Bədəlbəyli, məsələn, sonra bir sıra bizim tanınmış ziyalılarımız Ömər Eldarovun oğlu rəhmətlik Müslüm, şərait yaradanlardan bir neçəsi idi onlar səhv etmirəmsə. Onlar iclasların keçirilməyi üçün xalq cəbhəsinin təşəbbüs qrupunun və mən də həmçinin biz üzvləri idik. Amma halbuki biz xalq cəbhəsinin o birinci təsis konfransında heç iştirak eləmədik. Ümumiyyətcə xalq cəbhəsinin əslinə qalanda sədri heç də Əbülfəz Əliyev olmalı deyildi. O sonradan o çıxdı ortalığa, meydana. Əslinə qalanda Xudu Məmmədov və Yusif Səmədoğlu bu iki namizəd arasında biz seçim eləməyə çalışırdıq. Yusif Səmədoğlu biraz kəkəliyirdi. Ona görə də deyirdi ki, yox, məni sədr seçməyin. Çünki sədr gərək sərbəst, rahat danışa bilsin. Ona görə də daha çox biz Xudu müəllimin üzərində dayanırıq. Hətta onun özü ilə də danışmışdıq bu barədə və s.
Amma sonra bu meydan qəhrəmanları onlar elə hərəkətlər elədilər ki, tamamilə o bizim ilkin ortaya qoyduğumuz məram tamamilə dəyişdi. Və Xudu Məmmədovun da o rəhmətə getməsi və Ürək sairə. partladı öldü Nasim müəllim. O xislət dolu çıxışlardan sonra. Demək Bəli. olar belə. Orada bilirsiniz, o xislət ifadəsini mən Xudu müəllim keçinəndən sonraki baş verənlərlə əlaqədar deyirəm. Ki orada qəhrəmancasına çıxışlar eləyənlər Xudu müəllim keçinən kimi 2 dəqiqənin içərisində 150 nəfər birdən-birə yox oldu. 2 dəqiqənin içərisində hamısı qaçdılar. Ki, ölüm hadisəsi baş verib, KGB filan indi gələcəklər, indi bizi sorğu-sual eləyəcəklər, tutacaqlar və s. Cəmisi 4-5 nəfər qaldı orada. Əsasən də cənginin üzvləri. Orada Zərdüşt Əlizadə vardı. Ondan xahiş elədim mən ki, o çünki Xudu müəllimgilin ailəsinin, evlərini tanıyırdı, eləyirdi ki, bəs o getsin xəbər versin. Biz isə 3-4 nəfər cəngin uşaqları Xudu müəllimin meyidini götürüb getdik Təzəpirə. Onu orada yuyub eləyəndən sonra apardıq evlərinə. Yəni o 150 nəfər ki var idi həmən o iclasda, hansılar ki orada barbar bağırırdılar, millət, vətən, Sakarya və s. Onlar o 2 dəqiqənin içərisində oradan aradan çıxmaqla xislətlərini göstərmiş oldular. Bax, xisləti onunla əlaqədar deyirdim. Amma o vaxta qədər o iclasın özündə çox belə elə Xudu müəllimin özü çox gözəl bir çıxış elədi. İclasın axırına yaxın idi özdə. Bilirsiniz, orada çox balaca bir zal idi. Biz əslində cənginin o 300 nəfərlik, 300-dən çox yer tutan bir zalında yığışmalıydıq həmən gün. Amma desən mühasirəyə alınmışdı. Ora hər tərəf mühasirə deyəndə ki, onun 3-4 dənə giriş-çıxış yerləri vardı ki, orada KGB-nin nümayəndələri filan dayanmışdılar və buraxmırdılar heç kəsi. Fərhad Bədəlbəylinin köməkliyi ilə o danışdı. O vaxtki Üzeyir Hacıbəyli Muzeyinin direktoru ilə danışdı və biz gedəsi olduq və bəzi bizə yaxın olan insanlara da xəbərlədik ki, bəs cəngiyə gəlməyin, gəlin Üzeyir Hacıbəylinin ev muzeyinə. Biz özümüz gedib ora çatında gördük, artıq orada oturmağa yer yoxdur. Artıq doldurmuşdular içərini. Bilmirəm indi hardan xəbər tutmuşdu o adamlar, KGB mi onları göndərmişdi və yaxud da ki onlarla KGB ilə əlaqəli idilər. KGB bunlara informasiya vermişdi ki, bəs filan yerə getmək lazımdır, orada olacaq iclas. Balaca bir 30 nəfərlik zala bəlkə də bir 150 nəfər ayaq üstə yerdən oturan, qapının ağzı da dolu adamlarla ki, hava da gəlmir o tərəfdən. Bütün bunların o Xudu müəllimin keçinməsinə, gətirib çıxartmasına təbii ki, dəxli vardı. O havasızlıq. Bir yandan da təbii ki, o həyəcan. Təəssüf ki, yerdən söz atanlar da vardı. O iclasda iştirak edənlər insanların bir çoxu sağdılar. Onlar bilirlər kimlər idi, o söz atanlar da kim idi. Orada aranı qarışdırmaq istəyənlər də kim idi. Mən ümumiyyətcə o cərəyanı bir ifadə ilə adlandırıram həmişə. Nemətizm deyirəm mən ona. Bir Nemət adında bir fəhlə vardı, düşmüşdü ortalığa. Nemət Pənahov. Hamı otursun, hamı ayağa dursun. Hardaydı bizim ziyalılarımız? Bilirsiniz, kütlə tamamilə başqa cür hərəkət eləyir, başqa cür düşünür. Kütlə populizmi sevir və ona görə də bu tək Azərbaycana aid deyil. Dünyada baxsaq bütün inqilabların praktikasına, o inqilabları başlayanlar həmişə olur ziyalılar. Amma inqilablardan
o öne çıxanlar, inqilablarda o inqilabdan sonra bəhrələnənlər onlar lümpenlər olur. Onlar qul düşüncəli insanlar olur adətən. Təəssüf ki. Təəssüf. Siz Çingiz Mustafayevin ən yaxın dostlarından biri olmusunuz, ən yaxın dostu olmusunuz, səhv etmirəmsə. Biz Çingiz Mustafayevi milli qəhrəman kimi dərsliklərdən, kitablardan, süjetlərdən tanıyırıq. Amma Çingiz Mustafayev məişətdəki Çingizi sizdən dinləmək istəyirik. Məişətdəki Çingiz, elə tanışlıq hekayənizdən başlaya bilərik ki, siz necə tanış olmusunuz milli qəhrəmanla? Səhsən birinci ildə Çingiz hələ tələbə idi. Və amma tələbə olmağına baxmayaraq Tibb Universitetinin tələbəsi idi və tələbə olmağına baxmayaraq artıq gənclər arasında tanınırdı, bilinirdi, populyar idi və ilk növbədə də bir diskoteka aparıcısı kimi, DJ kimi tanınırdı. Onu da deyim ki, həmən dövrdə hələ rusca aparırdı. O DJ-liyi rusca eləyirdi. Və ümumiyyətcə belə hesab olunurdu ki, necə ki rock musiqidə hesab edirdilər ki, rock musiqi Azərbaycanca ola bilməz. Yaraşmır Azərbaycan dili rock musiqisinə. Eləcə də hesab olunurdu ki, DJ-lik Azərbaycanca necə DJ-lik eləmək olar? Yəni sanki dil güya belə də oturuşmur bu DJ leksikonuna. Həmən dövrlərdə mən də bu yanda Ozan qrupu vardı. Artıq Azərbaycan televiziyasında Eksprompt adında veriliş aparırdım. Və həmən o Eksprompt verilişinin bir rejissoru vardı. Televiziyanın da həm də baş rejissoruydu. Nazim Zeynalov. Nazim müəllim günlərin bir günü mənə dedi ki, bəs bir Çingiz Mustafayev adında bir cavan oğlan var. O da belə sən kimi fəaldır. Musiqi ilə maraqlanır, DJ-lik eləyir. Çingiz o vaxtları radioda da bir proqram aparırdı. Musiqili bir, əyləncəli musiqili bir proqramı var idi Azərbaycan radiosunda. Bəs yaxşı olar ki, siz bir tanış olasınız, sizinki tutar. Doğrudan da elə də oldu. Biz Nazim müəllimin sayəsində tanış olduq və bizimki tutdu. Axıracan elə tuta da getdi. Çingizlə biz həm Ozan qrupunda birgə idik. Çingiz Ozan qrupunun həm səs, həm səhnə rejissoruydu. Düzdür, cəmsi bircə mahnı ifa eləyib Çingiz həm Ozan qrupu ilə, həm də ümumiyyətcə. O da o ilk rep dünənki keçdi mahnısıdır. Necə yarandı dünənki keçdi? Məncə ilk dəfə repi sizə Çingiz dinlədibdi ki, belə bir musiqi növü var, səhv etmirəmsə, müsahibələrinizdə bu var idi. Bəli. O necə baş verdi? İlk rep, Azərbaycanın ilk repi necə də oldu? Çox incəlikləri ilə xatırlayıram mən onun. Çünki belə bir qeyri-adi bir hadisə baş vermişdi. Bu 83-cü il idi. Çingizin bir dənə playeri var idi və qulaqçıqlarla onu deməli həmişə dinləyirdi.
o vaxt üçün o belə də hər adamda olmayan bir şey idi. Hansısa xarici səfərindən gətirmişdi onu. Və təbii ki, biz məşq eləyəndə, o da bizim məşqlərimizdə səs operatorluğu da eləyirdi, səs rejissorluğu da eləyirdi, səs yazmalarımızı eləyirdi. Və günlərin bir günü dedi ki, biz də nəysə məşq eləyirdik. Ozan tərzində, sırf Ozan tərzində olan hansısa bir musiqi nömrəsini məşq eləyirdik. Dedi ki, bu nədir? Elə eyni şey. Və cəmaət görün necə bir musiqilərlə məşğuldur dünyada. Və bizə bir nəsə jungle qoydu ora. Rap tərzində bir musiqi qoydu, dinlədik. Əlbəttə bizim dünənki keçdiyimiz heç də sırf təmiz klassik rap mahnısı deyildi. Amma biz o Çingizin bizə dinlətdiyi musiqidən sonra biz gördük ki, bəs bunun bir meyxana ilə, bəhri təbirlə bir ümumi hansısa bir tərəfləri var. Sonra bizim öz milli ritmlərimizlə 8-də 6 deyirik. Həmən o bizim ritmlərimizlə də uyuşur. Mən keçdim, bizim bir laboratoriya adlandırdığımız balaca bir otaq vardı. Mən keçdim həmən otağa, dedim mənə mane olmayın. Və bir təxminən yarım saatdan 40 dəqiqədən sonra əlimdə mətn, gəldim təzədən, biz səhnədə məşq eləyirdik. Bu İnşaat Mühəndisləri İnstitutu, indiki Memarlıq İnşaat Universiteti. Həmən o universitetin akt zalında orada məşq eləyirdik. Gəldim səhnəyə, dedim hazırdır. Və göstərdim ki, filan kəs, sən belə ifa elə, sən belə çal, sən belə və s. Biraz məşq elədik. Və Çingiz özü təşəbbüsdə bulundu ki, bunu mən özüm oxumam, siz oxuya bilmirsiniz. Vokal imkanları məncə elə də yaxşı deyil idi, yox? Yox, axı orada rekitativdir də, orada rap olduğuna görə, orada vokal hissəsini Ozan qrup oxuyur orada. Amma çox təbii ki, Çingizin çox yaxşı ritm duyğusu da var idi, çox yaxşı musiqi zövqü də var idi və s. Amma vokal imkanları təbii ki, o... Amma yaraşığı var idi, bir səhnəyə yaraşan. Bəli. Gənclik bir yaraşığı. Səhnəyə çox yaxşı yaraşırdı. Səhnə də ona yaraşırdı. Beləcə, bax, bu cür dünənki keçdi mahnısı əmələ gəldi. Qayıdıram o Çingizlə verdiyiniz suala ki, bizim tanışlığımız, deməli, həmən o eksprompt verilişində mən bir orada güşə açdım, Disko Mərkəz adında, elə bil ki, verilişin bir rubrikası kimi də. Çingiz başladı o Disko Mərkəzi aparıcılığını eləməyə eksprompt verilişinin daxilində. Rubrika kimi. Bir rubrika kimi. Və həmən dövrdə çox möhkəm başladı öz üzərində işləməyə, Azərbaycan dili üzrə öz üzərində işləməyə və məhz həmən dövrdən sonra Çingiz artıq Azərbaycan dilində diskoteka aparan bizim ilk DJ-imizə çevrildi. Yəni ondan əvvəl heç kəs Azərbaycan dilində yox, əsasən rusca, bəzi hallarda ingiliscə DJ-lik edirdilər. Amma Çingiz ilk oldu ki, o Azərbaycan dilində DJ-lik elədi. Daha sonra Çingizlə bərabər həm Ozan qrupunda çalışdıq,
həm bu eksprompt verilişində Çingiz yavaş-yavaş artıq bizim bu İnşaat Mühəndisləri İnstitutunda indiki Memarlıq İnşaat Universitetində baş verən digər proseslərə də qoşuldu. Çünki orada başqa öz fəaliyyət kollektivləri də var idi. O cümlədən Çingiz özü də birlik breakdans qrupunu yaratdı. Hansı ki sonradan o da cənginin üzvlərindən biri oldu həmən qrup. Və bütün bizim o fəaliyyətimiz gətirib çıxartdı sonuçda 86-cı ildə Cəngi Birliyinin formalaşmasına. Cəngi Birliyi Azərbaycanda ilk qeyri-formal rəsmi qeydiyyatdan keçmiş qeyri-formal təşkilat idi. Qeyri-formal da nəyə görə deyirik? Formal komsomol idi, gənclərin təşkilatı kimi. Bu isə qeyri-formal sayılırdı. İndiki dillə deyəndə buna qeyri-hökumət təşkilatı da demək olar. İndiki dillə deyəndə buna ictimai birlik də demək olar. O vaxtlar təbii ki, Sovet dövründə belə şeylər yox idi. Qeyri-hökumət sözünün özü belə Sovet ideologiyasına uyğun gələn bir ifadə deyildi. Ki, hər şey hökumətdir. Əlbəttə, hər şey hökumətdir. Qeyri-dövlət, qeyri-hökumət elə şey olar. Ona görə də bizə ehtiyatla qeyri-formal deyirdilər. Qeyri-hökumət, qeyri-dövlət yox. Anladım. Bəs Rasim müəllim, daha belə məişətə ensək, o vaxtki dostluqlarda eşq, məhəbbət, qadınlarla olan münasibətlər müzakirə olunurdu? Yoxsa daha qəlibli idi dostluqlar? Dünyada dəyişməyən və dəyişən nəsnələr var. Mahiyyət etibarilə bu dünya yaranandan bəri dəyişməyən bir sıra çox vacib məfhumlar, anlayışlar, hisslər, xarakterlər var. Adam və Həvvanın dövründə sevinç necə olubsa, qəm, qüssə hissləri necə keçirilibsə, indi də eyni tərzdədir. Eyni cür keçirilir onlar. Vaxtilə nə bilim, məsələn, orta əsrlərdə cəngavərlərin dostluğu necə olubsa, indi də kişilərin dostluğu elə həmən qaydalara uyğundur. Ona görə də sevgi, nifrət, dostluq, anaya olan hisslər, vətənlə bağlı olan hansısa xüsusiyyətlər və s. bunlar dəyişməzdir. Dəyişən ancaq formalardır, dəyişən ancaq anturajdır. Əhatə eləyən hansısa bütün bu dediklərimizi əhatə eləyən futlarlardır. Biz əvvəl də insanların bir-biri ilə əlaqəsi, rabitəsi olub. İndi keçib mobil telefon vasitəsilə olur bu rabitə. Əvvəl də insan orqanizmi, bir fizioloji, bir bədən, bir fizioloji bir orqanizm olaraq əvvəllər də insan tutalım ki, nifrət hissi keçirəndə orqanizmdə hansısa hüceyrələr necə dəyişirdisə, indi də yenə həmən şeylər baş verir. Əvvəllər də insanlar ya sevinəndə, ya kədərlənəndə, ağlayanda, gözündən necə yaş gəlirdisə, o yaşın yolu zadı dəyişməyib. Yenə necə əvvəl axırdısa, indi də o cür axır. Odur ki, dostluq da elədir.
80-ci illərin dostluğu ilə 2020-ci illərin dostluğu arasında mən elə bir böyük bir fərq görmürəm. Hə, o vaxtları biz gedib tutalım ki, dəniz kənarında çayxanada otururduq və yaxud da ki, gedib hansısa bir klubda, diskotekada əylənirdik. İndi ola bilər ki, gedib həmən dostlar gedib o çayxanada yox, bir qəhvəxanada otururlar və yaxud da ki, bizim diskotekamızın əvəzinə gedirlər hansısa bir gecə klubuna. Sonda belə çıxır ki, sizin dövrün insanlarının bizə dediyi, bizim dövrdə hər şey başqaydı, yalandır. O nəinki indiki dövrdə, o həmişə yalan olub. İnsanlar bu gənclik korlanıb deyəndə, yaşlı nəsil gənclik korlanıb deyəndə, əslində onlar özlərinin gənc olmadıqlarına heyfsləndiklərini bildirirlər. Eramızdan əvvəl 4-cü əsrdə Platon, məşhur Yunan filosofu, Platon deyib ki, indiki gənclər xarab olur, belə getsə dünya dağılacaq. Eramızdan əvvəl 4-cü əsrdə. O vaxtdan bəri bütün filosoflar bunu deyirlər ki, belə getsə dünya dağılacaq, belə getsə hamı da bu həm də atalar, övladlar problemidir ki, hər dövrdə hamı mütləq gənclərdən şikayət edir. Yox, bizim vaxtımızda belə deyildi. Uşaqlar korlanıb indi, nə bilim nə və s. Mən isə hesab edirəm ki, əksinə get-gedə daha da yaxşılaşır. Gənclik də yaxşılaşır, uşaqlar da yaxşılaşır. Və nə yaxşı ki, onların bugünkü o bizdən fərqli olan o yeni formaları var. Onlar üçün görün nə rahatdır artıq hansısa bir informasiyanı tapmaq. Onda bunu belə ümumləşdirmək olar ki, sizin nəslin nümayəndələri deyəndə ki, bizim vaxtımızda dostluqlar, sevgilər, hər şey fərqli idi. Bu itirilən gəncliyin məyusluğunun ifadəsi kimi ümumləşdirmək olar? Bəli, bəli. Onda səmimiyyət hər dövrdə səmimiyyətdir. Bizim vaxtımızda hər şey fərqli idi deyəndə, əslində o adam deyir ki, mən fərqli idim. Çünki bayaq dediyimiz kimi, həmən sevgi, məhəbbət, həmən sevgidir, həmən məhəbbətdir. İndi də mən tanıyıram özdə elə insanları, eşqdən dəli olanları, indi də var elə insanlar, eşqdən dəli olanlar var indiki dövrdə. Niyə yoxdur? Necə olur eşqdən dəli olmaq? Siz niyə heç eşitməmsiniz? İntiharlar olur, dəliliyin bir əlamətidir. İntiharlar eşitmişəm, bəli. O eşqdən olan intihar, o elə dəliliyin bir əlamətidir də. O da bir dəlilikdir. Dəlilik nədir? Yəni, normal qəbul elədiyimiz çərçivələrdən kənara çıxmaq. Düzdür, dəlilər belə hesab edirlər ki, bizə normalıq. Bəli. O da var. Amma o normal hesab elədiyimiz cəmiyyətin ümumi qəbul elədiyi hansısa çərçivələrdən kənara çıxmağa biz artıq qeyri-adilik kimi və başqa sözlə dəlilik kimi baxırıq və o hər zaman olub və yəqin ki olmalıdır və bu elə insanlığın xüsusiyyətlərindən biridir. Yəni buna normal yanaşmaq lazımdır məncə. Amma məntiqli eşqi onda seçməliyik, Rasim müəllim. Dəli olmamaq üçün. Onu biz seçmirik ki. O özü bizi seçir. İnsanlar eşqi seçmirlər. Əsl eşqi insan özü seçmir. Əgər o seçirsə artıq o eşq deyil. Əsl eşq odur ki, o səni seçir. Bəs necə seçilən olmalıyıq? O hisslərin seçməyindən söhbət gedir. Bəli, hisslərin, bəli, mən də onları nəzərdə tuturam. Bax, o hisslər əgər insanı seçirsə,
Və o da bir ümumiyyətcə sevmək, sevə bilmək, o da bir istedaddır yəqin ki. Və məncə hər adama nəsib olmur o. Ona bənzər hissləri, vurğunluğu yaşamaq bu demək olar ki, hər adamda olur. Amma sevgi və vurğunluq biraz fərqli anlayışlardır. Vurğunluq bu belə də tanımaza, bilməzə, ilk baxışdan, ilk görüşdən əl-ələ dəydi, nə bilim, Onda bu sevgi deyil, vurğunluqdur. Bəli, vurğunluq. o vurğunluqdur. O sadəcə olaraq bir müddət belə çılğın bir şəkildə baş verən hisslərdir. Nə xoşbəxt o insanlara ki, o vurğunluq sevgiyə çevrilir. Çünki sevgi artıq bu nələrisə bölüşməkdir mütləq. Hansısa hissləri bölüşməkdir. Qəmi, kədəri bölüşməkdir. Sevinci təbii ki, bölüşməkdir. Sevmək üçün artıq insanla müəyyən bir yolu getməlisən, müəyyən bir dövrü yaşamalısan sevmək üçün. Bəzən vurğunluqsuz da sevgi əmələ gəlir. Olur insanlar ki, ailə qururlar, heç bir-birlərini düzəməlli tanımamış. Ailə qururlar, amma bir müddətdən sonra görürsən ki, bunlar bir-birini əməlli başlı sevir. Birisiz yaşaya bilmirlər artıq. Bu artıq vurğunluqsuz baş vermiş sevgidir də. Sonra öz-özünə o tədricən yolu gedə-gedə o puzzle'lar ki, bir-birinə sürtülüb uyğunlaşırlar. Bir-birlərinə sürtülə-sürtülə, uyğunlaşa-uyğunlaşa olurlar sevgililər. Onda sevgi zamanla yaranan hissdir sizin pəncərənizdən baxanda. Bu yəqin ki, tək mənim pəncərəmdən deyil. Bu Rasional bir fikir deyil sizcə? nə barədə? Sevginin zamanla yaranmağı, inancı. Vətəni birdən-birə nətər sevmək olar? Gərək başa düşəsən ki, bura sənin doğma yerindir. Gərək bura başa düşəsən ki, sənə burada rahatdır, səni burada başa düşürlər, sən burada danışdığın dildə hamı danışır. Sən burada yediyin şeylər sənin damağına uyğundur və s. Gəl bunların hamısını başa düşəsən, ondan sonra vətəni sevəsən. Bəs bir qadını? Qadını da həmçinin. Gərək sən biləsən ki, o qadını qucaqlayanda o sənə doğmadır, əzizdir. Sən yad bir adamı qucaqlamırsan. Gərək biləsən ki, o qadın səndən ötürü hansısa istər vaxtını qurban verir, istər hansısa bir həvəsini qurban verir səndən ötürü. Eləcə də sən də təbii ki də nəyisə qurban verməlisən ondan ötürü. Odur ki, bunlar ümumiyyətcə çox təbii ki, fərdi məsələlərdir. Mənim indi baxmayaraq ki, mən hesab eləyirəm ki, bu bir obyektiv olaraq yanaşanda mütləq bu sevgi ilə vurğunluğu bunu Ayırt eləmək ayırmaq lazımdır bir-birindən. Onda belə demək olar, şeylərdir. eşq keçicidir, sevgi qalıcıdır. Eşq də elə sevgidir. Sadəcə olaraq aşk, eşq bu belə də sırf Türkçə deyil. Sevgi sırf Türkçədir. Ona görə sevgi sözünü işlətmək daha münasibdir məncə. Rasim müəllim, bəs ən yaxın dostunuzun ölüm xəbərini necə almısınız? Yəqin ki, insanların hamısının həyatında belə hallar olur. Biz xoş xəbərlər də alırıq, amma təəssüf ki, pis xəbərlər də olur. Və mən bu xəbəri aldığımdan sonra hardasa
bir neçə saat heç bilməmişəm nə baş verir, hardayam, nətərəm. Və bir də artıq dəqiq yadıma gələn məqam Təzəpir məscididir ki, orada Çingizin meyidinin yuyulması mərasimi. O vaxta qədər neynədim, kimlə görüşdüm, kimə nə dedim və s. heç bir yadımda deyil. Və bu haqda da bir neçə dəfə olub dostlarla söhbət eləmişik. Mən tək deyiləm belə olan. Yəni, bir neçə adam var ki, onlar da mənim kimi. Xatırlamırsınız? Yox, təəssüf ki. Detalları ümumiyyətcə bilirəm nə olub, təbii ki, amma detalları xatırlamıram ki, nə baş verdi, hara getdim, kimlə getdim, birinci kim dedi. Məsələn, bunların heç birini xatırlamıram. Amma sonraki mərhələlər çox yaxşı yadımdadır. Həm də bilirsiniz nəyə görə yadımdadır? Çünki bütün cəmaət kimi biz də ilk vaxtlar çox fikirləşirdik bu barədə ki, bəlkə də Çingizi qəsdən kimsə vurub. Çünki ilkin versiya belə idi ki, düşmən tərəfdən mərmi gəlib, mərminin partlaması nəticəsində onun qəlpəsi Çingizin şah damarına, yəni əsas qan arteriyası olan damarına dəyib və qanaxma nəticəsində dünyasını dəyişib. Və bu versiyanı eşidəndə bizim ona inanmamaq üçün əsasımız olmasa da, amma hər halda bəlkə olur, hə? Biz bunu yoxladıq və deyim sizə ki, təəssüf ki, indiyəcən də belə də mən bunu Azərbaycan zabitinə, əskərinə əslinə qalanda təhqir hesab edirəm başqa cür düşünməyi. Çünki Çingizi bütün bizim orada olan əskərlərimiz, zabitlərimiz öz canları ilə qoruyurdular. Canları ilə sözün hərfi mənasında. Qəlpə bilirsiniz də güllə deyil, biraz böyük həcmdə olur. Bəli. Və qəlpə əgər yaxın məsafədən atılmış olsa insana, o insanın bədəninin özdə boşluq hissəsində bir tərəfindən girib o tərəfindən çıxmalıydı. Çingizin bədənində isə qəlpə içəri girmişdi, amma çıxmamışdı. Bu o deməkdir ki, bu uzaq məsafədən atılmış qəlpədir. Digər tərəfdən təxminən bu 50 qəpiklik boyda bir dəlik əmələ gəlmişdi onun bədənində. Əgər bu qəlpə yox, başqa bir şey olsaydı, onda o boyda dəlik olmazdı. Yəni dəlik kiçik olardı. Və digər məsələləri də nəzərə alanda bizim heç bir şübhəmiz qalmadı ki, bu məhz düşmən tərəfindən atılmış atəş nəticəsində baş vermiş hadisədir. Çingizin ölümündən sonra mahnı bəstələyirsiniz, Rekviem, və orada acı var, orada acıdan qovrulan bir dostun iniltisi var. Bunun kökünə endikdə ki, oradakı acı gizli, saxlanılmış o göz yaşları musiqiyə çevrilir. Bunun kökündə şey dayanırmı? O kod, kişilər ağlamaz kodu. Kişilər ağlamaz deyəndə o ağlamağın yəqin ki, müəyyən bir çaları nəzərdə tutulur.
Çünki kişilər ağlayır və gözündən yaş da gəlir. Kişilərin də. Kişilər də kövrəlir. Odur ki, amma təəssüf ki, bəzən o ağlamamaq o baha başa gəlir kişi qəlbinə, kişi ürəyinə. Ürək boşalmır və bunun nəticəsində də nə isə bir fəsadlı bir hadisə baş vermiş olur. Təsadüfi deyil ki, məhz infarkt keçirənlərin böyük əksəriyyəti kişilərdir. Qadınlar infarkt keçirtmirlər əsasən. Çox az olur bu. Yəqin ki, bax, burada da o ağlamamaq, ağlamağı bacarmamaq və yaxud ağlamağı gizlətmək və s. Yəqin ki, bunların da dəxli var bu məsələyə. Odur ki, mən kişiləri ağlamağa heç də səsləmirəm, amma ürəyi boşaltmaq lazımdır hərdən. Rekviem necə yarandı bəs? Rekviem əslində qalanda əvvəlcə heç rekviem deyildi. Bəli, sonradan səs yazma zamanı ad verilib. Bəli, rekviemin ilk səs yazmasını mən evdə o vaxtki o kompakt maqnitofonlar vardı balaca. O maqnitofonda eləmişdim və onu da sadəcə olaraq bilirdim ki, Vahidgil film hazırlayırlar Çingizin 40-ı üçün və onu günlərin bir günü gəlmişdim evə yorğun bir şəkildə. Nəysə, həmin günlər təbii ki, gitara yadıma düşmürdü. Amma nəysə, həmin gün gitaranı götürdüm və elə başladım bu rekviemin melodiyası ilə və başladım rekviemin bu melodiyası ilə inildəməyə bir növ. Sonra həmən o səs yazmanı apardım ANS-ə və Vahidgil dinlədilər. Dedilər ki, gəl bunu elə filmə daxil eləyək. Filmdə istifadə eləyək bundan və adı da oldu elə Rekviem. Və filmdə mənim o evdə o kompakt kasetdə yazdığım məhz variantdan istifadə olunub. Odur ki, ilkin variant odur əslində qalanda. Sonra uzun müddət mən onu ifa eləyə bilmirdim. Yəni ifa eləmək istəyəndə kövrəlirdim. İndinin özündə də mən onu düzəməlli canlı ifa eləyə bilmirəm. Amma 95-ci ildə bu əsas hal-hazırda yayılmış o mənim ifamda olan variant 95-ci ildə səs yazma studiyasında onu da yenə Vahidin təkidi ilə baş verdi bu. Dedi ki, qocalıb gedəcəksən, mahnılar itib batacaq, gedək. Mən də təzə dedi, avadanlıq almışam. Gedək səs yazma eləyək. Dəfələrlə demişdi bunu. Nəysə bir gün saqqızımı, mən də artıq bu o dövr idi ki, mən musiqidən tamamilə uzaqlaşmışdım. Dedi ki, yaxşı gedək, yaxşı gedək. Və özü gecə vaxtı idi. Getdik studiyaya. Gündüz Bakılı, Vahid, Seyfullah və mən və əsasən hal-hazırda mənim tək gitarada ifa elədiyim bir sıra ki mahnılar var ki, gəlib bugünəcən onların səs yazmalara çatıb. Məhz həmən o 95-ci ildə ANS studiyasında yazılmış mahnılardır, yazılmış səs yazmalardır. Karvanım, Neçə, Pəncərə, Rekviem, Eysən və s. Bir xeyli mahnı biz orada
ilk və demək olar ki, sonuncu dəfə səs yazmasını elədik. Amma tarixi qaldı. Yəni bizə gəldi. Hə, nə yaxşı ki, Bəli. nə yaxşı ki, Vahid onda Saqqızınızı ovlaya inatkarlıq bilib. elədi. Yoxsa mənə qalsaydı yəqin ki, təəssüf ki, olmayacaqdı bu səs yazmalar. Bizim Rasim müəllim dinlərin, din xadimlərinin, musiqilərin, şeirlərin təlqin etdiyi bir şey var ki, daha doğrusu inandırdığı bir şey var ki, insanlar küllərindən doğula bilir. Yəni hər sonun Nədən bir də doğula bilir? küllərindən yanır, kül olur və o küllərdən doğula bilir. Belə bir acı, yəni hər sonun bir başlanğıcı olur. Bir insanın daxili dünyasına nə qazandırır? Acı olaraq baxsaq belə. Çox dərinlərə gedirsiniz. Olmaz. Niyə olmur? Siz ki dərin adamsınız. Siz ki dərinlərdən üzməkdən qorxmursunuz. Yox, hərdən batmaq da olar da orada, dərinlikdə. Deyim sizə ki, əlbəttə hətta hansısa xoşa gəlməz bir təcrübə də o da bir təcrübədir. Bəli. Bu mənada istənilən bir hadisə onun müsbət və ya mənfi olmağından asılı olmayaraq insana təsir eləyir, onun formalaşmasında hansısa bir rol oynayır. Bəzən hətta hansısa bu bədbəxt hadisələr hətta onlar insanın mənəviyyatının formalaşmasına təsir eləyir. Dost itirməmiş, özdə bir var mənəvi itki, bir var fiziki itki. Mənəvi itki, dost itkisi, onun da öz acıları var təbii ki. Amma fiziki dost itkisi məncə daha ağırdır. Çünki mənəvi itki zamanı sən onu özünü toparlayıb onu silə bilirsən. Amma o fiziki itkini silmək mümkün deyil. Sən əziz bir məqamında, əziz dostluq etdiyin bir məqamda itirirsənsə, təbii ki, bu bir çapıq kimi daim qalır insanın qəlbində. Amma eyni zamanda dost itirməyən, yəqin ki, dostluğun qədrini axıracan əməlli başlı bilə bilməz. Çünki təəssüf ki, biz ancaq nəyisə itirəndə onun əsl mənasını başa düşürük. Əsl onun çəkisini, onun bizə verdiyi mənəvi yükü hiss eləyirik. O baxımdan mənim dırnaq arası bəxtim gətirib. Çünki mən çox fiziki olaraq bir çox dostlarımı itirmişəm gənc yaşlarında. İstər Çingiz olsun 92-ci ildə, istər Nizami Qasımov olsun 90-cı ilin yanvarında, istər Məzahir Rüstəmov olsun, o da milli qəhrəmanımız olub, istər Anar Məmmədxanov, istər Cəngi Birliyində bərabər uzun illər çalışdığımız, həm də bir kafedrada işlədiyimiz Kəmal Tahirov olsun, Ozan qrupunun üzvləri Qərib Bahadurov, İlqar Sultanov, təəssüf ki, bu yaxınlarda Məhərrəm Nəcəfzadəni də itirdik.
Yəni mənim təəssüf ki, bu dost itkilərim həyatımda, yəqin dostlarım çox olub, ona görə də itkilərim də çox olub. Amma biraz bir insan üçün bu qədər dost itkisi məncə çoxdur. Mənim çox yaxın bir dostum olub, Türkiyəli Eyüp Barkan. O da mənim üçün böyük itkidir. Mənim sinif, yəni məktəb illərindən dostluq etdiyim Kamranım olub, Kamran Mustafayev və s. və s. Yəni çox dost itkisi çox olub məndə. Heç kəsə arzu eləmirəm. Onda mənəviyyatın, yəni sizin mənəviyyatınızın formalaşmasında həmin acının bir xidməti olub bir şəkildə. Yəqin ki, ona görə indiki dostlarımı çox dəyərləndirirəm. Qədrini bilirsən. İtirmək istəmirəm onları. Ona görə də yəqin ki, mən dostluqda biraz ifrata varanam. Nə mənada ifrat nə deməkdir? Yəni sizin kontekstdə baxsaq. Nə mənada ifrata varmaq dostluqda? Yəni dost uğrunda çoxlarının gedə bilmədiyi fədakarlıqlara hazıram. Yəni insan normal halda övladdan ötürü, vətəndən ötürü, anadan ötürü özünü qurban verə bilər. Yəni bu insanın genetik kodlaşmasında sanki var bunlar. Normal insanlardan danışırıq təbii ki. Amma dostdan ötürü və özdə bir var səngərdəki dost. Bir var adi də belə həyatda dostluq elədiyin insan. Orada çox fədakar olmaq bu biraz məncə ifrata varmaqdır. Amma mən çox dost itirdiyimə görə, ona görə də dostlarımın çalışıram ki, hamısının qədrini bilim. Onlarla baxmayaraq ki, onların da, mənim də vaxtımız olmur, başımız istər öz işlərimizə, ailələrimizə, digər qayğılarımıza qarışmış olur. Amma buna baxmayaraq mən çalışıram ki, vaxt tapım, dostlarımla vaxt keçirim. Çünki Çingiz demişkən bu günlər bir də olmayacaq. Bizim doğru bildiyimiz yanlışlar var Rasim müəllim, yaradıcılıqla bağlı. Məsələn, yaradıcılıq azadlıq sevir. Amma baxsaq ən yaxşı sənət nümunələri niyəsə məhdud şəraitdə yazılır. Ən yaxşı, ən güclü şeir azadlıqda qışqıran şeirdir, yoxsa məhdud şəraitdə pıçıldayan hansı güclü şeir nümunəsi sayılır? Hərəsinin yəqin ki, öz yeri var. Ümumiyyətcə belə bir deyim də var ki, şair gərək az ola, şairin başına cürbəcür fəlakətlər gələ və s. ki, onda güya bu ilhama gəlib nəyəsə bir şey yazacaq. Əlbəttə elə də olur. Hansısa bir fəlakətdən sonra da ola bilər ki, hansısa bir əsər yaransın. İstər musiqi əsəri, istər yazılı bir şey, şeir və yaxud nəsr əsəri. Amma mən burada bir dəqiq resept görmürəm. Yəni hansısa bir əsər, bir şeir məhz azadlıqda daha gözəl yarana bilər. Amma elə də şeirlər var ki, onlar Ezop dilində məhz o repressiya dönəmində, məhz o
hansısa bir qadağalar dövründə daha yaxşı yaranır. Yəni bu daha çox yəqin ki əsərdən və dövrdən asılıdır, müəllifdən asılıdır. Elə müəllif var ki, onu əksinə sən onu az qoysan bir dənə də şeir yaza bilməz. Amma elə də şair ola bilər ki, o məhz hansısa bir başına bir bədbəxt hadisə gələndə ancaq şeir yaza bilir. Yəni bu fərdidir yəqin ki. Bəs məsəl üçün sizin də şeirlərinizdə var, gizli mesajlar var. Məsələn, şeirlərdə o vaxtki dövrdə ictimai, siyasi yüklü olan şeirlər var ki, ilk baxışda romantik və yaxud da sevgi şeiri kimi görünür, amma gizli mesajları olan şeirləriniz var yaradıcılığınızda. Və yaxud da oxumaq istəyirəm, icazəniz varsa. Buyurun. Və yaxud da sizin Süleyman Rüstəmə sözlərinə bəstələdiyiniz həmin dövrlərdə, qadağaların olduğu dövrlərdə bunlar sizə maneə törətmirdi? Təbii ki, törədirdi. Yəni anlaşılırdı bu. Yəni sübut eləyə bilirdilər ki, siz bunu bizə əks kontekstdə yazmısınız. Süleyman Rüstəmin sözlərinə dediyiniz mahnı, orada ezop dili falan yoxdur. Hər şey Orada açıq şəkildədir. açıq şəkildədir, bəli. Araz sahilində hər bahar çağı bir an həyəcansız gəzə bilmirəm. Hətta yuxumda da qan qardaşımın əlindən əlimi üzə bilmirəm. Bəli. Dözənlər bu dərdə necə dözürlər? Mənsə bu dərdə dözə bilmirəm. Yəni burada ezop dili falan yoxdur. Bu açıq aydın cənub həsrəti ilə bağlı olan bir şeirdir. O mahnı 81-ci ildə yazılıb və 81-ci ildə Sovet hökumətinin qılıncının hər iki tərəfi kəsən dövrü idi. Və həmən dövrdə təbii ki, belə bir mahnının ifa olunması, baxmayaraq ki, şeirlər yazılırdı, kitablarda o şeirlər nəşr olunurdu. Yəni Cənubla bağlı olan, Cənubi Azərbaycanla bağlı olan şeirlər. O cümlədən də elə Bəxtiyar Vahabzadənin, Rəsul Rzanın, Məmməd Arazın, Süleyman Rüstəmin, bunların bir sıra şeirləri olub ki, bu mövzuda onlar çap olunurdular. Amma bir var ki şeir, bir də var ki mahnı özdə rock tərzində. Bəli. Bu rock tərzində olanda artıq o dəqiqə üsyan var, bəli. Burada bir etiraz Bəli. var, burada bir üsyan var. Müqavimət var. Bəli, bax o biraz çaşdırırdı dinləyiciləri də və senzuranı da. Ona görə Ozanın başına qadağalar və digər belə hadisələr gəlirdi. İlk dəfə 81-ci ildə həmən mahnını özdə böyük bir auditoriyada, hardasa bir 3000 nəfərlik bir zalda Ozan qrupu bu mahnını ifa eləyəndə və biz də İnşaat Mühəndisləri İnstitutunun ansamblıydık. İnstitutunun rektoru var, partkomu var və s. Bunlar da məsuliyyət daşıyırlar. Bizə görə ki, bunların ansamblı görünə oxuyur. Ona görə də mən də onları da nəzərə alaraq mahnıdan əvvəl elan elədim ki, bəs indi biz Süleyman Rüstəmin xalq şairi Süleyman Rüstəmin sözlərinə bəstələdiyimiz Dözə bilmirəm mahnısını ifa eləyəcəyik və bu mahnı Təbriz fəhlələrinə həsr olunur. Anons verdiniz. Təbriz fəhlələrinə deyəndə o dəqiqə proletar internasionalizmi girir ortalığa ki, yəni biz bunu Təbrizdəki burjua sinifinə yox, fəhlə sinifinə həsr eləmişik. Təbii ki, amma nə fəhlə, nə burjua, bu xalqa aid olan bir mahnı idi. Amma o kifayət eləyirdi ki, ideoloji işlə məşğul olan məmurlar bizə dəyib toxunmasınlar ki, dedi ki, fəhlələri həsr edib. O bəs eləyirdi? Bəzən keçirdi, bəzən yox. Ümumiyyətlə belə şeirləri dinlədikcə
inanmaq istəyirəm ki, Müşfiqin Yenə o bağ olaydı şeiri romantik kontekstdə yox, daha çox ictimai siyasi kontekstdə yazılmış bir şeirdir və məni daha çox ofsunlayıb sətirlərə bağlayır. Sizin özünüzün də yaradıcılığınızda belə bir şeirlər var. Ümumiyyətlə sizcə şair şeirini izah eləməlidir, yoxsa oxucu şeiri oxuduqda elə şairin idrakına yüksəlməlidir? Mən Zəlimxan Yaqubla əlaqədar, Allah rəhmət eləsin, onunla əlaqədar belə bir söz demişdim ki, şair şeir yazmağı bacaran deyil. Şair şeir yazmamağı bacarmayandır. Yəni mən şeir yazmayanda da yaşaya bilirəm. Amma Zəlimxan Yaqub kimi məsələn əsl şair o şeir yazmayanda yaşaya bilməzdi. Odur ki, biraz bu mən o şairlik deyəndə biraz çox iddialı deyiləm. Çünki şair hesab eləyirəm o kəslərdir ki, onların hər addımı şeirdir. Onların düşüncəsində daim hər şey qafiyələnir. Onlar hər bir şeyə baxanda onun məcazi tərəfini də düşünürlər və s. də. Mən biraz daha praqmatikəm və ona görə də o əsl şairlərdən deyiləm, belə deyək. Amma bəzən olur da, bəzən şeir yazmaq bacarığı öz yerində, bu sırf insanın bir sadə bir xüsusiyyətidir. Bilirsən, hecalar nədir, qafiyə nədir, söz ehtiyatın var müəyyən və s. düzüb qoşursan. Bir də var ki, hansısa hisslər doğurur onu, sən heç onu qafiyəsiz sanki yazmış kimi yazırsan, amma əslində qalanda qafiyəli olmuş olur. Yəni bax, o tipli, ona görə də mənim şeirlərim çox deyil. Yəni yığanda bir yerə tutalım ki, bütün ömrüm boyu yazdığım şeirlərin sayı nə bilim 200, maksimum 300 ədəd olar ya olmaz. Amma əsl şairlər bildiyimiz kimi cildlərlə yazırlar o şeirlərini. Şeir əlbəttə hansısa hisslərin təzahürü olanda şeir olur. Düzdür, məsələn mən tərcüməçiliklə də bu poetik tərcüməçiliklə də məşğulam. Odur ki, o başqalarının şeirlərini, başqa dildə olan şeirləri, onları tərcümə eləyəndə onda sən o hissləri yaşamırsan. Onu artıq onun müəllifi, orijinalda yazıb yaratmış müəllifi, o yaşayıb o hissləri. Sən sadəcə olaraq o hissləri şeir formasında başqa bir dildə izah eləməyə çalışırsan. Odur ki, bu tərcüməçilikdə bu adi bir şeydir ki, sən həmin hissləri yaşamırsan, sadəcə olaraq tərcümə edirsən. Amma öz şeirlərimdə mən çox tək-tük şeir ola bilər ki, mən onları nəyə görəsə yazmış olmayayım da, yəni hansısa bir hisslərsiz, filansız elə belə Aynur xanım xahiş edib ki, mən nəsə bir şeir yazım, mən də oturub onu yazmışam. Belə şeirlərim həm demək olar ki, yoxdur. Mən ya hansısa bir hadisə baş verib, ondan irəliləyərək yazmışam şeiri, ya da hansısa bir hisslər keçirtmişəm daxilən ona uyğun. Amma heç də o hisslər
gərək bunu oxucular gərək bunu bilsinlər ha. Heç də o hisslər həyatda baş verənlərin əksi deyil. Yəni eynən. Əgər tutalım ki, şair şeirində qonşusunu söyürsə, bu o demək deyil ki, o qonşusu ilə dünənləri dalaşıb ona görə onu söyür orada. Qəhrəmanı da ola bilər. O ola bilər ki, o qonşu deyəndə Meksikanı nəzərdə tutur, Amerikanın qonşusunu nəzərdə tutur. Məsələn. Yəni onu heç də o şeirdə olanı sırf həyatda baş verənlərlə əlaqələndirmək o da düzgün deyil. Ona görə də mən onun tərəfdarıyam ki, şeiri şair məxsusi durub açmasın, izah eləməsin. Burada həm də bir şey də var da ki, hər bir sətri ola bilər ki, insanlar müxtəlif cür başa düşsünlər. Və bəlkə də elə şeirin elə gözəlliyi ondadır ki, o müxtəliflikdədir. Əgər hər şey dəqiq yazılmış olsaydı ki, su içdim, susuzluğum yatdı, yemək yedim, aclığım keçdi. Onda ədəbiyyat olmazdı ki, riyaziyyat olardı. Bəli, onda bu sadəcə olaraq baş vermiş hadisələrin konstatasiyası olardı da. Odur ki, sərbəstlik vermək lazımdır oxucuya ki, qoy o məcazları özü açsın, qoy özü nə məna çıxartmaq istəyirsə özü çıxartsın. Amma digər tərəfdən təbii ki, şairlər istər-istəməz müəyyən ipucları da vermiş olurlar. Tutalım ki, deyirlər ki, bu şeiri anama həsr elədim. Vəssalam, artıq o anama həsr elədimlə o oxucuya ipucu verir ki, burada gedən söhbətlər vətən haqqında deyil, sevgili haqqında deyil, övlad haqqında deyil, ana haqqındadır. Bəli. Yəni o cür şairlər, yazıçılar və s. ipucu təbii ki verirlər, amma bütövlükdə götürəndə mən şeirlərin bütün o təfsirinin, Quran-ı Kərimdəki kimi təfsirinin verilməsinin tərəfdarı deyiləm. Şair bilirsiniz nətərdir? Şair yuxudan duran kimi şeir haqqında fikirləşməlidir. O onun peşəsidir. Şair yuxudan duran kimi kağız qələm götürüb oturub qoymalıdır qabağına ki və düşünməlidir ki, aha, bugün mən nədən yazım? Şeirdən ibarət ola bilməz ancaq axı, ay Rasim müəllim. Şairlərdə elə olur da. Mənim şair dostlarım var. Bütün günü işləri gücləri şeir yazmaq da onların. Bəs həyatı nə vaxt yaşayırlar? Yox, həyatı da yaşayırlar. Nə bilim, adi bu bioloji tələbatlarını da ödəyirlər. Dost tanışlarla da oturub dururlar. Xeyir şərdə də iştirak edirlər və s. Amma bizim işləmək dediyimiz ki var. Ki bu peşəsi o olur. Bəli, onun peşəsi odur. Anladım. Onun bir hətta əsl iş adamı necə ki adi bazarlığa gedəndə də marketinq gözü ilə baxır hər şeyə. O da şeir gözü ilə. O da hər şeyə şeir gözü ilə baxır. İş adamı gedir, baxır ki, almanın bu balacadır, amma o böyükdən bahadır. Bunun üstündə qara qurası var. Demək bu daha təbiidir, ona görə bu bundan bahadır. Amma o gəlir, baxır, almanın üstündə o çürüyü görür, deyir, alma, sən nə tez çürüdün. Anladım sizi. Yəni onun həyatı şeiriyyat olur. Bəli. Sizin Araz İmanovla bir duetiniz var. Onun son cümlələri hansı ki sizin ifanızda mənim çox diqqətimi çəkdi. Niyə görəsə hər şey şunasla assosiasiya elədim. Demək bizim podkastın adı Hər şey şünasdır və mənim ortaq, yəni qonaqlarımın bir ortaq nöqtəsi var. Hər birinin hər şey şünas olmağı və hər sahə ilə maraqlanmağı. Orada belə bir cümlələr var. Çox tərəfli, çox cəhətli, müxtəlif sahələrdə çalışan insanlar, onlar yəqin ki yenilikçi olanlardılar. Onlar nəsə axtarırlar və onlar tutalım ki, hardasa artıq bir yenilik tapmayanda birdən görürlər ki, bu tərəfdə nəsə bir yeni bir şey var. Orada mən filan şey eləyə bilərəm.
onda o işin dalınca gedirlər. Həm də bu dövrlə də bağlıdır. Həm də bu dövrlə də bağlıdır. Həm də bu dövrlə də bağlıdır. Əgər dövrlə bağlıdırsa, sizin zamanınızdakı hər şeyşünaslarla indiki hər şeyşünasların fərqi nədir sizcə? Maraqlı müqayisədir. Filosoflar, ümumiyyətcə bilirsiniz də, onlar zaten hər şeyşünas olmalıdırlar. Çünki həyatın müxtəlif tərəflərini izah edən elmlər onlar inkişaf eləyib gəlib çıxırlar müəyyən bir mərhələyə. Həmən mərhələdə əldə olunmuş nailiyyətləri bir ümumiləşdirməyə ehtiyac yaranır. Bax, onda yeni bir hansısa bir fəlsəfi nəzəriyyə çıxır ortalığa. Məsələn, mən hesab edirəm ki, bu son zamanlar kompüterin, ümumiyyətcə informasiya texnologiyalarının inkişaf eləməsi ilə insan bilikləri özdə hər sahədə, istər biologiyada olsun, istər riyaziyyatda olsun, istər digər elmi sahələrdə olsun, hər sahədə yeni biliklər əmələ gəlir və tədricən bu biliklər gəlib çıxır elə bir səviyyəyə ki, onları ümumiləşdirməyə ehtiyac yaranır. Və hesab edirəm ki, hal-hazırdakı bu inkişaf da, o da gətirib çıxardacaq yeni bir fəlsəfi nəzəriyyəyə və yaxud nəzəriyyələrə. Çünki insanlar artıq bilirlər ki, çip nədir, Wi-Fi nədir, Bluetooth nədir və belə olan halda bəlkə insanlar gəlib çıxdılar o biliklərə ki, bizim sağ çiynimizdə bir mələkə əyləşib, sol çiynimizdə bir mələk əyləşib, bir çip buradadır, bir çip buradadır. Bilirik ki, informasiyanı ən yaxşı daşıyan şey də sudur. İnsan orqanizmi də 70-80% sudan ibarətdir. Odur ki, biz onu görməyə də bilərik. O çipi burada, mayedən olan çipi. Bilirik ki, Ramazan ayında dualar daha tez qəbul olunur. Bəlkə Wi-Fi daha yaxşı tutur Ramazan ayında. Bəlkə bizim dediyimiz o dualar, onlar da password'dür, açır o kanalı və s. Və çox güman ki, bu biliklər o yeni bir fəlsəfi nəzəriyyələrə gətirib çıxartmalıdır, mənim fikrimcə. Odur ki, indiki dövrün hər şey şünasları onlar bizim dövrümüzün hər şey şünaslarından fərqli olaraq mən bunların hər ikisinə filosoflar kimi baxıram, fəlsəfəçilər kimi baxıram. Yəqin ki, indikilərin imkanları daha çoxdur. Çünki indi hər şey şünas olmaq üçün heç də hər şeyi yadda saxlamaq vacib deyil. İndi onun flaşkada və yaxud sənin kompüterinin prosesorunda və yaxud da ki, elə bu bulutlarda, informasiya bulutlarında, cloudda olmağı kifayətdir. Ki o olsun, sən onu istədiyin vaxt o informasiyanı oradan götürəsən, istifadə edəsən. Amma bizim dövrümüzün hər şey şünasları gərək hər şeyi beyinlərində, yaddaşlarında saxlayırdılar. Yəqin ki, əsas fərq buradadır. Dövr fərqi. Yəni yenə də bu dövrlə bağlıdır. Təbii ki, dövrlə bağlıdır, amma dövrlər arasında fərq nədir hər şey şünaslıq nöqteyi nəzərindən? Yəqin ki, biliklər
o vaxtki biliklərə yetmək imkanları, bilikləri əldə etmək imkanları və indiki imkanlar, bu fərq var ortalıqda. Yaddaş məsələsi ki, o vaxtları biz gərək hamısını öz prosesorumuzda, yaddaşımızda saxlayaydıq. Amma indi bunu kənar prosesorda, yəni kompüterdə, kompüterin yaddaşında saxlamaq mümkündür və vacib deyil ki, sən onu hətta bloknotuna yazıb cibinə qoyasan ki, sən bu yadından çıxmasın filan şey. Onu artıq götürürsən diktafonu, deyirsən ora, qalır orada, yadında da qalırsa bax. Çox sağ olun Rasim müəllim. Çox sağ olun ki, gəldiniz. Bizə dəyərli vaxtınızı ayırdınız. Bütün bizə və bütün hər şeyşünaslara dəyərli vaxtınızı ayırdınız. Biz sizə minnətdarıq. Çox sağ olun. Ümid edirəm ki, sizi yormadıq çox. Çox sağ olun. Xoşdur mənim üçün. Mən də sizin bütün kollektivinizə təşəkkür edirəm. Hövsələli tamaşaçılarımıza təşəkkür edirəm və sizə də bu maraqlı və müxtəlif cəhətli suallarınıza görə təşəkkür edirəm. Minnətdaram, çox sağ olun. Mən təşəkkür edirəm, çox sağ olun. Dostlar, siz isə rəylərinizlə bizi tək qoymursunuz. Bütün fikirlərinizi oxuyuruq, bütün ideyalarınızı oxuyuruq və bəhrələnirik. Növbəti hər şeyşünasda görüşənə qədər.